Təmirdə iPhone 15 Pro modeli var. Gördüğünüz kimi bizim telefonda bir neçə problem var. Problemləri sizə göstərim. İlk öncə birinci problem odur ki, bizim telefonda Wi-Fi işləmir. İkinci problem ondadır ki, bizim telefonda biz ayarlara girəndə modem firmware yoxdur. Bu nə deməkdir? Bu o deməkdir ki, bizim telefonda həm də şəbəkə işləmir. Müştəri qeyd etdiyinə görə bu problemlər zərbədən sonra yaranıb. Gəlin telefonu sökək, diaqnostik eləyək və əlbəttə ki, təmir edək. İndi bizim işimiz nədir? Bizim işimiz bütün bu səliqəsizliyi təmizləməkdir. Qopmuş ayaqları tam düzgün şəkildə bərpa eləməkdir və platanı biraz səliqə səhmana salıb geri yığmaqdır və nəticəyə baxmaqdır. Gəlin təmirə başlayaq. Telefonu yığdıq və artıq görə bilərik ki, bizdə şəbəkə var hər iki nömrədə. Hər iki nömrədə bizdə şəbəkə var və Wi-Fi bölməsini açaq. Və görə artıq bizim Wi-Fi bölməmiz də aktivdir. Biz Wi-Fi söndürüb aça bilirik və tam düzgün şəkildə bizim Wi-Fi'miz bütün şəbəkələri tapır. Həm 5G'ləri, həm 2.4G Wi-Fi'ları. Və ayarlar bölməsinə girsək, biz görərik ki, artıq bizdə modem firmware bölməsində də artıq modemin versiyası çıxır. Və bu deməkdir ki, artıq telefon tam hazır vəziyyətdədir və bizim təmirimiz öz nəticəsini verdi. Beləliklə, bugün biz 15 Pro modeli bərpa elədik, platda olan çatı bərpa elədik, plataları yığdıq və telefonu tam hazır bir vəziyyətə gətirdik. Sağ olun.